Gözəllik deyiləndə sizin üçün nə anlayışdır? Duruşmu, karizmamı, xaraktermi? Mənim üçün gözəllik ilk öncə daxili aləmdir. Mütləq insanın daxili düzgün və təmiz olandan sonra onun çəkilişiliyi də olacaq. Yaraşıqlı və yaxud da baxırsan ki, ondan da gözəl xanımlar, ondan da yaraşıqlı bəylər var. Amma o deyil. Amma bir də görürsünüz ki, elə insan var ki, baxırsınız ki, çirkindir, baxımsızdır, amma bir şarmı var ki, mütləq insanın bir şarmı olmalı, bir də daxili təmiz olmalı. Mənim üçün bir insanla söhbət eləyəndə, bir insanın daxili düzgün olanda, mən onun artıq gözəlliyinə baxmıram. Onun gözü əyridir, burnu əyridir, dodağı əyridir, o fərqlidir. Onu düzəltmək olar. İndiki zamanədə onların hamısını düzəltmək. Amma daxilimizi heç vaxt düzəldə bilməyəcəyik. Biz özümüzlə mücadilə aparmalıyıq. İçimizi düzəltməkdən ötürü. Paxıllıq edə bilərik, rəqabət apara bilərik, amma düzgün, Sağlam, 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 düzgün. bəli. Paxıllıq nə mənada? Yaxşı paxıllıq deyək də. Necə deyirlər, ağ yalan danışmaq. Bu da Bəli. onun kimi. Məsəl üçün, Gülər xanım bunu eləsə, ayda, bunu nə gözəl elədi. Mən də bundan yaxşısını etməliyəm. Başlamalıyam işləməyə. Və bunun ardına rəqabət gəlir. Bəli, bəli, bəli. Demək, rəqabət yaranır. Bu rəqabət olmayandan sonra, içimiz düzgün olmayandan sonra, bir-birimizin ayağını qazacağıqsa, bir-birimizin dalınca danışacağıqsa,